Verdaşkada kapitan. Hələ Azər Bağırovun gəlişindən qabaq rəhbərliyi ilə Adil Şükurovun getməsini istəməklərini bildiriblər. Yəni o demək olar ki, onun rəhbərliyi altında oynamaq istəmədiklərini bildiriblər. Bu Rəşadın sözünə qüvvət, bu hansı intizamdan xəbər verir? Yəni bu sabah həmin o Verdaşka ilə Azər Bağırovu da qarşı hərəkət edə bilər. Hələ kim bilir, bəlkə də onlar hansı oyunlardan çıxırdılar o həmin Adil Şükurovun rəhbərliyi altında. Yəni biz də bilirik ki, sonradan yenidən getmişdi axı, sonradan baş oldu Kəpəzə. Amma artıq cəzalı olduğuna görə meydana çıxmadı. O özü də futbolçuları, rəqibin oyuncuları çox gözəl təxribata çəkməyə bacarır. Elə bil ki, bilərəkdən gəlir əsəblərinə toxunur, bilərəkdən sarıçına toxunur ki, o təxribata çəksin. Hər komandada belə bir neçə futbolçu var ki, doğrudan da təxribata çəkməyə bacarırlar. Hətta Azər Bağırov ona kapitanlıq sarğısını verib. Çünki ötən mövsüm onun rəhbərliyi altında oynayıb. O futbolçunu tanıyır, siz deyirsiniz. Ona görə də onun gəlməsini istəyir. Bəzən yaxşı oyunları olur, yaxşı müdaxilələri olur.